örgütünün öldürdüyü insanların sayı bütün genosidlərdən, qətliamlarda ölənlərin sayından qat-qat çoxdur. 1 milyard nə deməkdir? Bu pis işdir. Bunu tərk eləmək istəyirsən? Deyir, yox. Deyir, olmasa istəmək istəyirsən? Deyir, yox. Bunda nə söhbət eləyək ki? Əgər belədirsə, onda mən əsəbləşib kimsə vururamsa, onda mənə cinayət işi açılmasın. Tam təbii bir haldır. Bu nə mənasız argumentasiyadır. İnsan hər yeni çıxan bir telefon modelini, televizor modelini, bir maşın modelini almağa vərdiş edib. Ehtiyacı var yoxsa yox, insan bu şeylərə baxmır. Pis vərdişdən pis vərdişdir. Görürsən, məsələn, bir nəfər narkotik alüdə olub bir müddətdən sonra onu əldə etmək üçün oğurluq da eləyir. Yalan da danışır. O insan ki, yalan onun təbiətinə hopub, şəxsiyyətinə çevrilib, yəni vərdişə çevrilib. Ağzını açır, yalan danışır. Yeri gəldi, gəlmədi. Bu dəhşətli bir şeydir. Hər bir insan özünü azad hiss etmək istədiyi halda nəyə görə hansısa bir vərdişin və yaxud da hansısa bir maddənin quluna çevrilir? Orada o xoşbəxt insan bir dənə ev udub, ancaq burada nə qədər insanlar ailə boşanıb, nə qədər ailələrdə qətillər olub, intiharların bir qismi qumar alətlərinə görə. O şeyləri ki, biz edə bilirik və ya etmişik, etməyə də bilərik. Sən başlamısan da bunu. Sən o deyilsən, sən onu xəlq eləmisən, sən onu qazanmısan. Əgər bir şeydən çəkinmək istəyirsənsə, onu gizlət. Göz qabağında qoyma. Çünki göz qabağında qoysan, vəsvəsə olacaqsan da.